Qardaş sual verdi ki, qəbr üstünə gedəndə Fatihə, İxlas, Nas, Fələq surələri oxumaq olar? Xeyr, yəni qəbr üstünə gedəndə, qəbirləri ziyarət eləyəndə Qurani-Kərimdən hər hansısa bir ayə və yaxud da ki, surə oxumaq icazəli deyil. Bu, dində sonradan çıxan bidətlərdir. Peyğəmbər sallallahu aleyhi və səlləm də qəbirləri ziyarət eləyib. Allah elçisi sallallahu aleyhi və səlləm də qəbirləri ziyarət edərdi və yaxınları üçün dua edərdi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm qəbirstanlığa girərkən dua var, hansı ki müsəlman arasında keçən duadır. Esselamu aleykum ya əhlə diyar minəl mü'mininə vəl muslimin. İnşaallahu bikum lahiqun və duanın sonuna qədər, yəni bu duanı oxuyardı və həmçinin də ki, qəbir sahibi üçün Allahdan bağışlanma diləyərdi, onun üçün Allahdan rəhmət diləyərdi. Amma hər hansısa bir, yəni Qurandan surə və yaxud da ki, ayə oxumaq icazəli deyil, əksinə bu bidətdir. Yəni dində sonradan ortaya çıxan, dindən olmayan şeylərdən sayılır və Quran-Kərimin bütün ayələri, bütün surələri diri olanlar üçündür, ölülər üçün deyil.